Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, biz yenə də bu günlərin Balakən rayonundayıq. Gözəl, nurani, qocaman bir müəllimi sizlərə təqdim eləmək istəyirəm. Mehdi Hacı müəllimdir və hər kəs tanısın. 2026-cı il 18 aprel tarixidir. Mənim adınız, soyadınız? Emçiyev Mehdi Hacı Muhmoğlu. Emçiyev Mehdi Hacı müəllim, çox gözəl. Müəllim, neçə müəllim kimi çalışmısınız? 25 il. 20. Hansı fən tədris eləmisiniz? Bədən tərbiyəsi. Çox gözəl. Və indi hal-hazırda neçə yaşınız var? Hal-hazırda 81 yaşım var. Ay maşallah. Arzu edilir ki, sizin 85, 90, 100 yaşınızda gələk gözəl çəkiliş eləyək. Çox sağ olun. Allah təala sizə uzun ömür versin. Can sağlığı versin. Çox Çağdaş təhsil komandası olaraq biz sizi kimi müəllimlərlə fəxr edirik və qürur duyuruq. Müəllim, neçə övladınız var? 4. Adları nədir övladlarınızın? Elnura, Xacə, İbrahim, Əli. Bu kadrlara 10 il, 20 il sonra, 30 il sonra sizin övladlarınız, nəvələriniz, nəticələriniz, şagirdləriniz baxacaqdır. Onlara ürək sözləri nə deyə bilərsiniz? Onlara nə deyirəm? Həyatda nə arzusu, muradı varsa arzularını çatırsın Allah. Amin. Çox sağ olun. Biz də sizlərlə fəxr edirik. Çağdaş təhsil komandası olaraq siz kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Allah təala sizləri əksik eləməsin və biz siz kimi müəllimlərlə qürur duyuruq. Təşəkkürlər. Biz də öz növbəmizdə sizə can sağlığı arzu edirik. Arzu edirik ki, sizin nəvələriniz də, övladlarınız da gələcəkdə siz kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Çok sağ olun, çok sağ olun. Sağ olun. Allah razı olsun.